Aprelin 30-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən Lent AZ-da verilən məlumata görə Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-şərq küləyi səhər cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 8-11 isti, gündüz 15-19 isti olacaq. Atmosfer təzyiqi normadan 769 mm civə sütunundan 763 mm civə sütuna enəcək. Nisbi rütubət gecə 70-75, gündüz 50-55 olacaq. Azərbaycanın əksər rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz ayrı-ayrı yerlərdə qısa müddətli yağıntılı olacağı, şimşək çaxacağı ehtimalı var, bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək, havanın temperaturu gecə 7-10 isti, gündüz 16-21 isti, dağlarda gecə 0-5 şaxta, gündüz 3-8 isti olacaq.